hər kəs əməl edə bilir. Zahiri əməli, göstərən əməli hər kəs həyata keçirə bilir. Amma daxilimizin necə olduğunu yalnız Allah Teala bilir. Biz insanlara gözəl görsənə bilərik, gözəl danışa bilərik, gözəl rəftar edə bilərik. Amma qəlbimizin necəliyini yalnız Allah Teala bilir. Və qiyamət günü də Allah Teala insanın qəlbində olana mükafat verəcək. Və dünyada biz insanların zahirinə baxırıq. Kim namaz qılır, kim oruç tutur, kim yaxşılıq edir, kim əxlaqlıdır. Zahiri əmələ görə biz qiymətləndiririk. Amma axirət günü isə Allah Teala yalnız qəlbə baxacaq və qəlbdə olan sağlam əməllərin mükafatını verəcək. Əgər qəlb sağlam deyilsə, o zaman ibadətlərin faydası olmayacaq.